Broiler toyuqları hormon vurularak yetiştirilir. Sual işarəsi qoyulub belə. Azərbaycanda hormonlu broiler toyuqları yetiştirilir. Sual qoyulur və yetişdirilmir. Belə də cavab verilir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhmasli deyib. Qoşqar müəllim, mənim çalışdığım, yəni yox, belə deyim də, mənə yaxın olan adamlar var ki, onlar hansı broilerdə işləyirlər, bir neçəsini tanıyıram. Orada bilirsiniz də, ailəvidir. Daxil olurlar, orada qalırlar bir ay. Bir ay ərzində, 1 ay 15 gün ərzində cücələr dünyaya gəlir. Başlayırlar, o 1 ay 15 gün ərzində o cücələr toyuq olur. Bizim evdə yumurta qoyuruq, cücə çıxır. Üstündən 1 il keçir, hələ cücələr kiçikdir, cildiyə gəzir. 1 ay 15 gün ərzində artıq broilerdə o xırda cücələr böyük toyuqlar olur. Kəsmə başlayırlar, satışa verirlər. İnsanlar da onu alıb pəhpəhlə yeyir. Ay qolları şişib, budları şişib, kürəkləri şişib. Amma açıqlama vermək lazımdır. Necə ola bilər həyətdə evdə yetişdirdiyimiz toyuq, saxladığımız cücə bir neçə aydan sonra toyuq olur. Cücə olur, də belə toyuq deyək, çolpa deyək. Orada 1 ay 15 günə yekə, qocaman bir toyuq olurlar. Niyə? Necə olur bu? Nə verirlər onlara? Onlar özləri mi belə birdən-birə böyüyürlər, qocalırlar? Azərbaycanda, bəli, Qoşqar Təhmasli Azərbaycanda broiler toyuqlarının intensiv yetişdirilməsi üçün hormonlardan istifadə ilə bağlı iddialara da aydınlıq gətirir. O bildirir ki, bu iddialar həqiqəti əks etdirmir. Azərbaycanda quşçuluq sənayesi çox böyük əhəmiyyət daşıyır. Hazırda Azərbaycanın quş qripindən azad ölkə statusuna malik olması bizə imkan verir ki, quşçuluq məhsullarımızı dünyanın bir sıra ölkələrinə ixrac edək. Eyni zamanda bildiyimiz kimi ölkəmiz ərzaq yumurtasının da ixracını həyata keçirir. Bircə gün, hörmətli ekspert, bircə gün 1 qəpiyə yumurta satdınız və açıqlamalar verdilər ki, rəsmi toyuqlar əvvəllər 128 min bir günə yumurtlayırdı da, dünyaya gətirirdi. Amma indi 480 min. Yaxşı, nə oldu? Elə bircə gün onlar 480 min dünyaya gətirdilər. Hanı 1 qəpiklik yumurtalar? Niyə görə çıxıb rəsmi heç kim cavab vermədi? Elə müsahibələr verdiniz ki, indi istehsal daha yüksəlib. Hardadır? Girin, baxırıq da marketlərə, girin, maraqlarına mərqin ki, o 1 qəpiklik yumurtalar hardadır? Sizsə dediniz, siz yox da, yəni hansısa bir rəsmi insan çıxdı, vətəndaş çıxdı, nə bilim, məsul bir şəxs çıxdı, dedi ki, 480 min bir günə yumurta doğulur. Yumurtlayır toyuqlarımız, dünyaya gətirir. Hanı yumurtalar? Nə oldu da toyuqlar elə bircə gün gücləri çatdı bunu etməyə? Hər halda biz də çox şeyləri bilirik də. Azından açıqlamalar verəndə biraz doğruya yaxın açıqlamalar verin. Deyirsiniz ki, dünyanın bir çox ölkələrinə yumurtalar satırıq. Sata bilərsiniz. Ora yaxşı yumurtalar gedə bilər. Ölkəmizdə, ölkə daxilində. Yəni deyirəm, bax, 1 qəpiklik yumurta siz gördünüz də necə belə ajitaj yaratdı. İnsanlar nəyi çəkib göstərdilər. Hesabat dövrü ərzində bu sahədə 100 milyondan çox əczalı yumurta ixrac edilir. Bu günlərdə Çin Xalq Respublikasının müvafiq qurumları ilə razılıq əldə olunub və Azərbaycan quşçuluq məhsullarının Çin Xalq Respublikasına ixracı həyata keçiriləcək. İnşallah olsun. Biz də istəyirik. Biz istəyirik dünyada məhsullarımızla, keyfiyyətli məhsullarımızla tanınan. Amma o 1 qəpiklik yumurtayla yox. Bir də demin ki, yox, bizdə toyuqlar broilerdə kənar, onların kökəlməsinə, böyüməsinə, yetişməsinə vaxtından əvvəl müdaxilələr olunur. Müdaxilələr olunur. Gəlin götürək. Həyətdəki cücəni də götürək, broilerdəki cücəni də götürək. O 1 ay 15 günə, 20 günə qocaman bir toyuq olur. Həyətdəki hələ ciyildir, balaca.